İzah edirik atomun tərkibini. Deyir, hansı atomun nüvəsində neytronların sayı daha çoxdur. Uşaqlar, bilin ki, bu 8 duran proton sayıdır. 16 nisbi molekul kütləsi, 16-dan 8-i çıxsa 8 neytron sayıdır. B-də 11 protonu göstərir, 23 nisbi molekul kütləsini göstərir, 23-dən 11 çıxanda bu da neytron sayını göstərir, 12. 1 protonu göstərir, 3 nisbi molekulu göstərir, 3-dən 1 çıxanda neytron göstərir. 37 nisbi molekulu göstərir, 17 protonu göstərir, 20 neytronu göstərir. 13 proton sayını göstərir, 27 nisbi molekul kütləsini göstərir, 14 neytron sayını göstərir. Hansı daha çoxdur deyir. Hansı daha çoxdur? 20 D variantı. Neytronu deyir yoxdur. Gəlin baxaq. 39-dan 19 20 bunun var. 12-dən 6 var. 32-dən 16 var. 16-dan 8 çıxıram 8 var. 1-dən 1 çıxıram 0. Deməli bunun neytronu yoxdur. Bu 0-dır. 3-də deyir ki, nüvəsində neçə neytron var? 18-dən 8 çıxıram 10 neytron var. Aha, gəlin baxaq. 13 göstərir protonun. 27 göstərir molekul kütləsini. Neytron 27-dən 13 çıxıram 14. Elektron sayda bu 0-dır deyə elə 13-dür elektron sayda. D variantı. Deyir ki, nüvənin yükü, uşaqlar, nüvənin yükü bizdə deməli protonlardan ibarətdir. 5-ci sualda da C variantı. Baxaq 6-cı suala. Deyir 2 qram kükürddə neçə elektron var? Baxın, altını yuxarıda yazacağım. 6. Deyir ki, 2 qram kükürddə X elektronumuz var, düzdürmü? X elektron. Aha. Kükürdün öz kütləsi neçə qram? Baxın, 32. 32 qramında neçə elektron var? Uşaqlar, aşağıda duran həm protonu göstərir, həm elektronu göstərir. Yaxşımı? 16 vuraq, 6 tam %2 vur, 10 üstü 23 qədər də nəy var? Elektronu var. Heç də buradan X tapırsınız. X deyir 6 tam %2 vur, 10 üstü 23. O da Y var. 7-ci sualda qayda ilə həll edirsiniz. 8 deyir neçə neytron var? 40-dan 20 çıxırıq 20. İzotop nədir? İzotop proton sayları eyni olsun. Deməli, protonları bərabər olsun. Baxın, protonları bərabər. 19 proton burada var, 20 proton burada var. Bərabər deyil. 19, 18 bərabər deyil. 24, 26 bərabər deyil. 20, 18 bərabər deyil. Amma 17 və 17 bərabərdir. Y variantı. Deyir ki, elektron və neytron. Deməli, birinci rəqəm duranlarımız elektrondur, ikinci rəqəm duranımız neytrondur. Baxın, aşağı duran həm elektronu, həm də protonu göstərir. Deməli, 11 bizim elektron sayımızdır. A, D, Y arasında qaldıq. Neytron tapan neyiniydi? 23-dən 11 çıxırdıq, o deyilir 12. Burada neyinir uşaqlar? Baxın, X-dır deyək ki, düzdürmü? Deyir, atom kütləsi 19. Atom kütləsini yuxarıda yazırdıq. Neytron sayını ortada yazırıq. Aşağıda da nəyə göstərirdik? Proton sayını. Gəlin biz buna protonlarını tapaq. 19, 10. Deməli, burada 9 uymuş ki, 10 ilə 9 toplayanda 19 edib. Çünki atom kütlə bərabərdir. Atom kütlədədir, bərabərdir. Proton üstə gələk neytronun cəminə. Deməli, bunun proton sayılədir 9. Sonra 16-dan 8-i çıxıram, bunun proton sayılədir 8. 12-dən 6 çıxıram, bunun proton sayılədir 6. 13-dən 7 çıxıram, bunun proton sayılədir 6. İzotop nə idi? Proton sayı eyni olan. Hansı proton sayı eynidir? Z-lə T-nin, çünki ikisi də 6-dır. A variantı. 12, 13 bunlar asandır. Ən sadə quruluşa malik olan atom hidrogen uşaqlar. Baxın, belə yazılır. 1. Bu 0'dır, bu 1'dir. Neytronu yoxdur. Eyni sayda neytron var. Buna aid də sual işlədik. Gəlin. Eyni suallardan işləməyək biraz.
fərqlərini işləyək ki, siz də başa düşəsiniz. Deyir ki, X hissəcinin 3 dənə proton var, 2 dənə elektron var, yükü tapın. Uşaqlar, yük necə tapılır? Baxın, yük bərabərdir, buradan yazıram. Yükü tapmaq üçün protondan elektronu çıxırsınız. Bunu qeyd edin. Yük tapılanda protondan elektron çıxılır. Proton 3-dür, elektron 2-dir. Üstdən də 2-ni çıxarsınız, müsbət 1, B variantı. Gəldik bura. Baxın, görürsünüz, aşağıda duran proton idi. Protonumuz 20-dir. Elektronumuz neçədir uşaqlar? Deməli, baxın, burada müsbət 2 veribsə, 20-dən çıxırsınız 2-ni. Eləyir 18. 18. Yox, əgər burada mənfi 2 versəydi, onda toplayın əksinə. Eləyərdi 22. Yaxşı mı? Çox işləyəcək, görəsiniz. Yəni, bu 22-ni silək. Davam eləyək. 19-a. Deyir, kalsium 0 və kalsium 2 müsbət. Gəlin, yükünü tapaq. Yük bərabərdir. Proton çıxaq elektron. Uşaqlar, deməli, sıfır çıxaq müsbət 2 eləyir yükümüz mənfi 2. Düzdürmü? Deməli, verib bu. Mənfi 2 elektron verib. Deyir, doğru deyil. Uşaqlar, baxın, üst artanda, yəni 0-dan 2-yə, üst artanda radius azalır. İndi hələ ki, burada radius verilmir, amma qabaqcı məsələlərdə görəsiniz. Deyir, elektronların sayı artır. Xeyr, radius azalır, elektron sayı da azalır. Ona görə A variantı elə səhvdir. Elektron sayı fərqli. Gəlin tapaq. Bax, indi bayaq kimi. Müsbət 1-də bu yanına heç nə yazılmışsa. 19-dan 1 çıxsın, müsbətdir deyə. Eləyir 18. İndi burada mənfidir deyə üstünə gəlsiniz. Eləyir bu da 18. Keçirik bura. Müsbət 1-də çıxırsınız, eləyir 10. 11-dən 1 çıxdı mı? Mənfi 1-dirsə üstünə gəlirsiniz. Bu da eləyir 10. C-də müsbət 2-dirsə çıxırsınız, 12-dən 2-ni eləyir 10. Müsbət 3-sə, yəni 13-dən 3-ə çıxırsınız 10. Top üstə gəlmə görəndə çıxırsınız, çıxma görəndə üstünə gəlsiniz. 20, müsbət 2, 20-dən 2 çıxırsınız 18. 17, mənfi 1, 17 üstünə 1 gəlsiniz 18. Kalium müsbət 1, 19-dan 1 çıxırsınız 18. Müsbət 2, 12-dən 2 çıxırsınız 10. Deyir, elektron sayı fərqlidir. Hansında fərqli oldu uşaqlar? Y variantı. 1, 18-dir, biri 10-dur. 21-i həll eləyərsiniz, 22-ni həll eləyərsiniz, 23-ə baxır. Deyir, atom anlayışına aiddir. Atom maddənin kimyəvi yolu bölünməyən ən kiçik hissəcidir, düzdür. Atom maddənin tərkib və xəstələrini özə saxlayan ən kiçik hissəcidir, bu molekuldur uşaqlar, bu molekuldur. Bu səhvdir. Atom müsbət yüklü nüfədən və mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəcikdir, bu da düzdür. 1 ilə 3 D variantı. 24-də molekul deyir, burada da 2-ni götürürsünüz, C variantı. Baxırıq 25-ci suala. Deməli, uşaqlar protonunu verib və elektronunu verib, bizə yükləri, yəni radiusların artma sırasını istəyir. Yükü tapanda biz deyirdik, protonun elektronu çıxırdıq. Baxın A-ya, protonu B-dir. B-dən də B-2-ni çıxanda qalır müsbət 2. Deməli, A-nın üstünə müsbət 2 yazdım. X zaten 0-dır, B-dən B-mi çıxdım, 0 elədi. C-də də deməli, yenə çıxıram, burada deyildi mənfi 2. Demişdim axı, üstü az olan atom radiusu daha çoxdur. Yəni, mənfi 2 müsbət 2-dən daha çoxdur. Artma sırası istəyirdi, C ən axırdadır, sonra ondan əvvəl 0, ondan əvvəl də A. Bu da bu şəkildə. Deyir, müsbət yüklü ion, proton, neutron, elektron sayıları arasında asılılıq həmişə necə olur? Deməli, müsbət yüklüdürsə, proton, elektronun təbii ki də çox olmalıdır, müsbətdirsə. Neytraldırsa bərabərdir proton elektronu. Burada da uşaqlar, baxın, 16 üstünə 2 gəlsiniz, 18 elektron, 17, 18, 20-dən də 2 çıxsız, 18. Bərabər oldu mu? Dəyişmədi ki, ona görə B variantı.
Baxın, üst artanı demişdim, radius necə eləyir? Azalır. Üst amma burada azalıb. Azalıbsa deməli radius artıb. Deməli üst azaldı, atom radiusu nədir? Artdı. Üçüncüyə baxıram. Üst artdı, deməli radius nədir? Azaldı. Cavabımız nə oldu? C variantı. 30-da baxın, elektron sayımız 10'dursa, deməli bura 11 imiş ki, 11-dən 1 çıxıblar, 10 alıblar. Bura 12-dir, bura 0-da, deməli burada elə 12 imiş. Sonra bura 12-dir. Deməli elektronumuz deyir 10'dur. Elektronumuz 10'sa, deməli bura 9 imiş ki, 9 üstünə 1 gəliblər, 10 alıblar. Deməli A'mız 11, 12, 9. Hani 11, 12, 9 B variantı. Bundan işlədi uşaqlar. Deməli ona əsasən eləyirsiniz. Baxaq 32-ci sualı. 32-ni burada yazın. Aha. Deyir 6-102 vuraq 10^23 elektronların kalsium neçə qram olar? Yazırıq ki, bir elektron, yəni 1 mol elektron x qramdır. Ancaq burada neçə elektron var? 20. 20 vuraq Na Avogadro ədəddə, yəni 6-12 vuraq 10^23. 6-102 vuraq 10^23. Belə yazmıram, çatmayacaq yer. O da neçə qramdır? 40 qramdır. Buradan da x-i tapanda görürsünüz ki 2 edir. C variantı. Aha, 33-34 rahat suallardır. İşləmişik yəni onlarda, onu demək istəyirəm. 35-ə baxırıq. Deyir nə doğrudur? Elektron sayı bərabərdir. Elektron sayı burada A plus 2'dir. Burada A minus 2'dir. Necə bərabər ola bilər? Bir səhvdir. Deyir ki, 2 mənfin radiusu 2 müsbətin radiusundan böyükdür. Bəli, dedim axı. Mənfi müsbətdən böyükdür burada. Bu düzdür. Elektron sayı fərqi 4'dür. Yəni bunları çıxana, buramı da üstə gəlir. Oradan mənfi müsbət eləyir. Bəli, 4 eləyir. Deməli 3 də doğrudur. 2, 3 A variantı. 36-da deyir nə dəyişir? Proton dəyişirmi? Xeyr. Proton buradadır da, dəyişməz. Elektron dəyişir. Neutron sayı dəyişmir. Nisbi molekul da dəyişmir. Bir dənə dəyişən budur. Y variantı. 37 deyil, indi 38-ə baxır. Uşaqlar, burada nöqtələr sayısız görərsiniz ki 12'dir. Deməli bura 12'dir. Burada mənfi 4'dür elə bir. Deməli aha, gəldi 38'ə. Buranın nöqtələr sayısız görərsiniz ki 12 dənədir. Uşaqlar, baxın. 12 mənfi 4. Mənfi 4, müsbət 4 olub. Bura müsbət 4'dür. Burada 12'dir. Deməli bura 16 imiş ki 16'dan 4 çıxanda 12 qalıb. Cavab elədi 16 D variantı. Bu qədər rahat. Bilsiz niyə uşaqlar? Baxın burada olur. Müsbət 4. Bura 12'dir. Deməli bu 16 imiş. Aha. İndi gəldik bu uzun misallara, məsələlərə. Uşaqlar, baxın, bura kimi cümlə yığınıdır. Onu bura kimi fikir vermək. Buradan sonra da bizim işimiz. Deyir, insan bədənində olan X atomu nüvəsində 20 protonu var, 20 neytronu var. Yaxşı. Deməli 20 proton, 20 neytron varsa bizim nisbi molekul kütləmiz 40'dır. Çünki protonla neytron cəminə bərabərdir. 20'ni çıxartdım, 20'ni çıxartdım, 20'ni çıxartdım. Nisbi molekul kütləsi bax burada durur. 40'dır. Aşağıda duranda proton sayıda, proton sayıda 20'dir. Deyir ki 2 elektron çıxarsa heç verir də 2 müsbət olur. Ona görə A variantıdır. Gəldik 41'ə. Deməli, burada da buradan başlıyor uşaqlar. Deyir, yarım keçirici istehsal edən zavod bir günə 1400 qram silisyum istifadə edir. Hər zavodun bir günə neçə mol silisyum atomu istifadə etdiyini hesablayın deyirsə, heç nə. 1400'ü 28'ə bölərsiniz qram. 1428'ə bölürsünüz. O deyir 50. Gəldik 42-ci suala.
Deməli, buradan da biz bura kimi oxuyuruq. Buradan başlayırıq oxumağa. Bura kimi, çünki əlavə məlumatlı məsələnin heç bir əlaqəsi yoxdur. Baxırıq ki, ikinci suala. Deməli, 42-ni harada götürmüşük? Dəqiqə. Deyir, rentgen cihazına istifadə olunan bir elektron atomunda 4,9 joule enerji alınarsa 1 mol elektron istifadə edildi alınan kilojoule hesablayın. Kilojoule hesablayın deyir uşaqlar. Baxın, deyir, bir elektrona 4 vuraq 10 üstü mənfi 19'dur. 4 vur 10 üstü mənfi 19'dur. Bunu belə yazdık. Bunu xırda yazıram. Ancaq biz bilirik bir elektronumuz 1 Na deməkdir. Yəni Na 6,2 vuraq 10 üstü 23. Ona görə yazmıram. O da x-dir. Buradan x-i tapırsınız ki 24 vuraq 24,8 vuraq 10 üstü 4 edir. 1 kilojoule da uşaqlar 1000 joule deməkdir. Bölürsünüz 1000 joule'a, o deyilir bizə 240,8. 43-də deyir 1 molu 2,5 vuraq 10 üstü 6'dır. Bəs 5 mol nə qədərdir? 5'i vurasınız bu rəqəmə, sonra kilojoule istəyir deyil, 1000'ə böləsiniz. O deyilir uşaqlar B variantı. 44'də həmin qayda ilə 1,6 vuraq 10 üstü mənfi 9'u 2'yə vurasınız, sonra kilojoule istəyir deyə 1000'ə böləsiniz. 45'də izotopdur deyil, protonları eyni olanları götürəsiniz. Baxın, ayır nisbi molekul kütləsi. Nisbi molekul kütləsindən neytron sayını çıxıb protonları tapsınız. Deməli, X-in protonu eləyir 8. Y-in protonu eləyir 8. Z-in protonu eləyir 17. T-nin protonu eləyir 17. Deməli, X, Y-lə, Z də T-lə. X, Y-lə, Z də T-lə. B variantı düzdür. Bu da belə uşaqlar. Kation uşaqlar üstü müsbət olandı, anion üstü mənfi olandı. Kationda proton elektrondan çox olur, anionda proton elektrondan az olur. Ona səsini hesablayarsınız. Deməli, baxaq. 50-ci suala. Yenə yükü tapanda neyiniz uşaqlar? Protondan elektronu çıxırsınız. Proton A'dır. A'dan çıxırsınız A plus 1'i. O deyilir mənfi 1. D variantı. Aha, nisbi molekul kütlələrini istəyir. Deməli, elektronu budur. Düzdürmü? Elektron bax burada yazılır 10. Deməli, bu 11 imiş ki, 11'dən 1 çıxıb 10 alıb. Düzdürmü? Neutron da 12'dir. Onda biz protonu tapdıq 11. Protonla neutronun cəmi eləyir də bizə nisbi molekul kütləsi. Protonumuz 11'dir, neutronumuz 12'dir. 11 ilə 12 elədi 23. Deməli, bu elədi 23. Bu 15'dir. Deməli, 15 burada sıfırsa, deməli, bunun protonu da 15'dir. 15 ilə 16 gəlsiz edir bu 31. Elektron 10'dur. Deməli, bu 13 imiş ki, 13'dən 3 çıxıb, bu 10 tapıb. 13. 13 üstə 14 gəlsiz eləyir 27. Bu deyir elektron 10'dur. Deməli, bu 9 oymuş ki, 9 üstünə 1 gəlib 10 eləyir. 9 üstünə də 10 gələndə 19. 23, 31, 27, 19 B variantı. 52-də həmin qayda ilə, 53-də eynidir, 54-də eynidir. Gəlin 55'ə baxaq. Deməli, baxın, X-i birləşməni yazıram. 3S2, 3P0. Bu deyilir bizdə 12. 3S2, 3P0, 12 deməkdir. X oldu 12. Y-də 17. Yenə 1S2, 2S2, 2P6, 3S2, 3P5, o da elədi 17. Uşaqlar, baxaq. Bunu gəlin yazım. 3S2, 3P5. Bu da 3S2. Düzdürmü? Aha. 3S2. Uşaqlar, bu metaldır.
Yəni müsbət 2 göstərəcək. 2 valentlidir həmçinin. Amma 3s2 3p5 göstərir müsbət 7 maksimum və mənfi 1. Onda birləşmə, deməli bu 1 valentli olacaq. Bu da neçə valentli olacaq? 2 valentli olacaq. X, Y yazıram. X neçə valentli oldu? 2, Y də 1. Onda oldu nə? X, Y 2. Düzdürmü? X, Y 2. İndi deyir ki, birləşmənin neçə elektronu var? X-in neçə elektronu var? 12. Y-in neçə elektronu var? 17. 17-də 2-yə vuram, 34. O da bizdə eləyir 48.